Esselamu ala Hüseyin ve ala Ali Hüseyin ve ala evlad Hüseyin ve ala ashab Hüseyin. Hazırdan özür istedim. Değerlimiz, böyüğümüz, aksaqqalımızda bu bir dənə məclisdir, bir dənə fürsətdir verib Allah sənə. Deyən Allah bu şəhidə xatir məni bağışla. Bura gəlmisən, bura dəvət val gəlmisən. Heç kim öz başına gəlməyib ki bura. Yalvar Allah'a ki, deyən Allah bir gün mənim də şəklimi belə burada asılacaq, bir gün mən üstünə gələcəklər belə. Deyən Allah bu şəhidə xatir məni bağışla, günahlarımı bağışla. Ne kadar günahlarım var, getir nəzərə. Əgər səsizi mənim səsimə qoşa bilirsiniz, xoş halımıza ya. Ne kadar günahlarım var, dünyadan gedənlərin günahları var, getir nəzərə. Səsini qoş mənim səsimə, məndən bahəm denən. Mən bu Cəllabadda çox olmuşam, bu Göytəpədə də, məclislərdə çox olmuşam və bu cənubdur da, bu necə aşiqlərdir, bunu hamı bilir. Səsini qoş mənim səsimə, məndən denən, nə olar? Rahim Allah ya Rahim Allah deyən Rahim Allah ya Rahim Allah Rahim Allah ya Rahim Allah Rahim Allah ya Rahim Allah deyən Rahim Allah ya Rahim Allah Rahim Allah ya Rahim Allah dergahı gelmişem ey Hudayı mehriban kovma kapınlayan beni sen Hudayı mehriban bir kase müflise bak bu derd yahime zalimu la Ali çeşgelem günahime denen Rahim Allah. Əhbəh, nə gözəl səs verirsən. Rahim Allah Allah bir də Rahim Allah ya Rahim Allah Rahim Allah. Bilmirəm buradan nə qədər cavanı ölənlər var, nə qədər atası ölənlər var, ne kadar kardeş ölenler var. İki yer onlar ama cenazeden ayrılmak o kadar yandıran adamı. Məxsusən bu cavan ola, məxsusən bunun körpə balaları ola. Görəsən o cavanın cənazəsini evdən apararlar, hamını ayırarlar o cənazədən. Amma o cavanın anasını o cənazədən ayıra bilməzlər. O cənazədən o cavanın balalarını ayıra bilməzlər. Yana yana deyərlər ha, Şaşbir de gələr, qoyub ara böyle hayata, canım atamdır, qanım atamdır. Biri bu deyərək ki, cənazəni evdən apararlar. İkinci də budur, elə ki, cənazəni dəfn elib evə gələrlər. Balalar baxarlar atanın boş qalan yerinə. Yana yana nə deyərlər? Lay lay soyuq yerdə yatar ata, lay lay gecə
ay tək vatanım. Vallahi billah, əgər mənə sual eləsələr Pərviz, səninlə ağır günün hansı yoldur? Heç gözümü qırpmadan deyərəm, şəhid dəfinləri. Bilirsiniz niyə? Çünki əgər bizim atamız öləndə və yaxud qardaş balamız öləndə görmüsən, cənazəni evdən aparanda yalvararıq sizə qurban olun, o cənazəni aparmayın diyanın. Niyə? Bir dəfə üzümü qoyun balamın üzündən öpəcəm, bir dəfə üzümü qoyub atamın üzündən öpəcəm, yalvararıq qoymarıq geçsin ha. Amma mən bir dənə şəhid dəfnində oldum, şəhidin anası gəldi, nə qədər yalvardı mənə icazə verərsiniz ya yox. Dedilər nə olub ana? Ana dedi icazə verin o tabutu yatsın, bir dəfə balamın üzündən öpüm, əllərindən öpüm. Heç kim icazə vermirdi ya, nə qədər yalvardı, dediler olmaz ana. Axırda icazə verdilər, şəhidin anası gəldi. Bax bilmirəm mənim ürəyimi yandırıb, bilmirəm sənin ürəyin necə yanacaqdır bunu. Şəhidin anası gəldi, tabutu yaşıdılar, istədi balanın üzündən öpə, baxdı gördü Allah, baş yoxdu bədəndə. İstədi balanın əllərindən öpə, gördü Allah, balanın əlləri yoxdur bədəndə. Əllərin qaldırdı Allah, balamı nə hallara qoydular. Qan gəlir yarasından, kəfənin arasından, balamın bir salim yeri yoxdur, öpüm mən harasından. Bax, belə bir cavanın cənazəsini İmam Hüseyin ağa gəldi, bir əlin qoydu qardaşın yadigarı yola, Qasimin cənazəsinə, bir əlin qoydu Əli Əkbər cənazəsinə, əvvəl əlin qoydu Qasimin cənazəsinə, dedi bala, dedi oğul, oğul, Qasim sənin ölməyini qocatdı məni, ay bala, ay bala. Amma bir əlin qoydu Əli Əkbərin cənazəsinə, dedi Əli Əkbər, oğul anla sənin ölməyini ucatdı məni, ay bala, ay bala. Bu şəhidlər idilər ha, hacı da buyurdu, bu şəhidlər idilər, qorxmadılar bizi vurarlar. Bunlar qorxmadılar bizi yaralayanlar, düşmən vurar, baş gedər, bədən gedər, qol gedər. Bunlar idilər, qalxdılar o minarələrdə, dedilər ha, Allahu Ekber. Bunlar qalxdılar, azan verdiler, bu gün rahat edirik. Məscidlərə namaz qılırıq, qurban olaramsın hambuza ya. Şəhidin sözü nə ola? Deyən ay mənim üçün ağlayanlar, ay mənim yasıma gələnlər, mən biləm şəhidin içi körpə balası qalır. Şəhid deyər, mənim balalarımdan müğayət olun, müğayət olun. Onlar sizin əmanətinizdədir, mənim balalarımla müğayət olun. Bir də deyər ki, necə gəlmirsən mənim məclisimə, heç vaxt unutma məni. Əzizinəm yanan yerə, bülbül gələr aran yerə, könlüzə mən düşəndə, gəlir mən yatan yerə. Bir də bilirsiniz, o qədər incidir məni, bunu deyim inşallah sinə vurar. Şəhidin sözü nə olar bilirsən? Şəhid deyər, ay mənim üçün ağlayanlar, ay mənə göz yaşı tökənlər. Bilirsiniz nə istəyirəm, nə istəyirsən cavan, nə istəyirsən şəhid? Şəhid deyər, ya məni aparın anamın yanına, ya çağırın anam gəlsin mənim yanıma. Sıra mənim anamdır, anam mənə hamıdan gözəl ağlar. Nə gözəl ağlayırsan,
qabaqdan əyyam-ı Fatimiyə gəlir. Amma Məzlum Əlinin evində ağlayanı yox idi. Gələn olmadı Mədinəlilərdən. Məzlum Əli bilmirdi Zəhranın cənazəsini apara, yoxsa o balalar yaram eləyə. Həsən yaram eləyəndə Hüseyin ağlardı, Hüseyin yaram eləyəndə Zeynəb ağlardı. Uca dinən ya Hüseyin, Hüseyin, Hüseyin. Bu elə şəhidlərin sözüdür. Mən bunu vallahi özümə görə demirəm, kimə? Biz kimiyim ümumiyyətlə, oxuyanlar, məddahlı bunlar. Bu sözü yazanlar var, bu o qədər gözəl sözdür. Bu söz məni demək olar tün gəzdirmədiyi yer qalmayıb. O qədər gözəl sözdür bu. Elə bu mən deyərdim, bu şəhidlər üçün yazılıb. Sizə edirəm bir vəsiyyət, kəfənə bu şəhidi bükəndə, elə ki məzara qoydular, bədənimə torpaq tökəndə, bədənimə torpaq tökəndə. Şəhid Elməhdinin dilindən deyirəm bunu sizə. Sizə edirəm bir vəsiyyət, kəfənə bu şəhidi bükəndə, elə ki məzara qoydular, bədənimə torpaq tökəndə, bədənimə torpaq tökəndə. Neynin əvvəl? Əvvəl oxuyun susuz ağamın rozəsini, eşidim Hüseyin vay səsini, eşidim Hüseyin vay səsini. Bir az kəfənə qoyun ağamın türbətini, yaduza salın qürbətini, yaduza salın qürbətini. Bu şəhidlər idilər, hamımız gördük. Ləbbeykə ya Hüseyin deyə getdilər. Hacı Eşən nə gözəl yazıb bunu. Kimdi deyirəm dərk elə bu sinə vuranlar, kimdi deyirəm dərk elə bu sinə vuranlar. Kimdi? Bu sinə vuranlar idi səngərdə duranlar. Bu sinə vuranlar idi səngərdə duranlar. Bunlar qorxmadılar. Bunlar ləbbeykə ya Hüseyin deyə getdilər. İndi sən də apar bu gözəl əlləri sinəvə bir bənd deyərəm, çox demərəm. Bir bənd deyərəm, bir sinə vuralım inşallah, mənim də zəhmətim olar. Tamam. Ey vətən qurbanları, bizdən salam olsun sizə. Ey vətən qurbanları, bizdən salam olsun sizə. Hamı vursun ama xahiş edirəm sizdən, nə olar? Səs verə bir sözə laf yaxşı. Ey vətən qurbanları, bizdən salam olsun sizə. Denən. Ey vətən qurbanları, bizdən salam olsun sizə. Cəbhənin aslanları, salam olsun sizə. Cəbhənin aslan, bizdən salam olsun. Güclə, ürəklə. Ey vətən qurbanları, bizdən salam olsun sizə. Cəbhənin aslanları, bizdən salam olsun sizə. Cəbhənin aslanları, bizdən salam olsun sizə. Siz həmən azadəsiz meydana getdiniz, gəlmədiniz. Ermənilər səmti
bile merdane gittiniz gelmediniz. Kerbela, 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 eşk ile siz meydana gittiniz gelmediniz. Dertlerin dermanları bizden salam olsun size. Ey Hüseyin mehmanları bizden salam olsun. Hamd için kurban olun. Ey vatan kurbanları bizden salam olsun size. Bir de ey vatan kurbanları bizden salam olsun size. Cebhelin aslanları bizden selam olsun size. Cebhelin aslanları bizden selam olsun size. Evvel hazıdan üzr istəyirəm ve böylerden de üzr istəyirəm. Hamıdan xahişim budur, çox sağ olun. Hamıdan xahişim budur. Bir nəfər kimi qalxaq ayağa, bir şəhidə salam verək, əyləşək. Hacı qurban olum, üzr istəyirəm ha. Ama mən də mikrofonu qoyacam yerə. Sağ əllərimizi qaldıraq, bahəm deyək. Şəhidlərə salam ola, dedə. Şəhidlərə çox igidlərə salam ola. Şəhidlərə bir də şəhidlərə salam ola. Şəhidlərə salam ola. Şəhidlərə salam ola. İgidlərə sonunculu ürəklə şəhidlərə salam ola. Şəhidlərə şəhidlərə salam ola. İgidlərə salam ola. Hamı əyləşsin. Qurban olum sizin hər birinizə. İmaməti təsdiq edibdir Allah. Sənə qardaş deyibdir Rəsulallah. Əşhədü ən la aliyyən vəliyullah. Eşidib azandan demişəm ya Ali, ya Ali, ya Rəbbəl aləmin. Bizi Ali övladı Ali'dən ayrı salma cinən. Hacımız nuranimiz həqiqətən də Allah nə nur verib acıya. Hacımızın salamatsızlığına ve dünyadan giden ruhanilerimizin ruhunun şad olmağına. Bu məclisə ne kadar gelmişəm bu kadar az sayınla. Her birinizin dünyadan gidenlerinin ruhunun şad olmağına, şehitlerimizin Kerbela şehitleri ile məhşur olmağına, halkımızın, milletimizin düşmenin fitnesinden amanda kalmağına, ucalı Şəhid Elməhdin kardeşimin ruhunun şad olmağına, cəmiyyən şəhidlərimizin ruhunun şad olmağına, bir dənə ucalı, nurani, Peyğəmbər bəyənən, Xanım Zəhra bəyənən, şəhidlər bəyənən, salavat ediyənən. Ha, eso. Kalsın bu, burada katırım ola. اللهم صل على محمد وعلى محمد اللهم اغفر له واحشره ولا تحسبه فاتحة بسم الله الرحمن الرحيم وصلى النار عنك
Bismillahirrahmanirrahim. Hadi. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ياسين صلى الله عليه وآله وسلم والقرآن الحكيم المؤمنون إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مقمحون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون وسواء عليهم أنذرتهم وكل شيء أحصيناه في إمام مبين واضرب لهم مثلا أصحاب القرية إذ جاءها المرسلون إذ أرسلنا إليهم اثنين فكذبوهما وعززنا بثالث فقالوا مرسلون وما علينا إلا البلاغ المبين قالوا إنا تطيرنا بكم لئن لم تنتهوا لنرجمنكم وليمسنكم منا عذاب أليم قالوا طائركم معكم إن ذكرتم بل أنتم قوم مسرفون وجاء من أقصى المدينة رجل يسعى قال يا قوم اتبعوا المرسلين اتبعوا من لا يشرك مجرا وهم مهتدون عني شفاعتهم شيئا ولا يملكون إني لفي ضلال مبين إني آمنت بربكم فاسمعون قيل ادخلوا الجنة قال يا ليت قومي يعلمون بما غفر لي ربي وجعلني من المكرمين وما أنزلنا على قومه من بعدهم من جند من السماء وما كنا منزلين إن كانت إلا صيحة واحدة فإذا هم خامدون يا حسرة على العباد ما يأتيهم من رسول إلا كانوا به يستهزئون ولم يروا كما أهلكنا قبلهم من القرون أنهم إليهم لا يرجعون وإن كل لما جميع لدينا محضرون وآية لهم الأرض الميتة أحييناها وأخرجنا منها حبا فمنه يأكلون وجعلنا فيها جنات من نخيل وأعناب وفجرنا فيها من العيون ليأكلوا من ثمره ومعملات أيديهم فلا يشكرون سبحان الذي خلق الأزواج كلها مما تنبت الأرض ومن أنفسهم ومن الشمس ينبغي لها أن تدرك القمر والليل سابق النهار وكل في فلك يسبحون لهم فيها فاكهة ولهم ما يدعون سلام قولا من رب رحيم ومن أعوذ يومئذ المجرمين على محمد يا بني آدم الله تعبدوا الشيطان ولتبوأ منكم جندا كثيرا يسرون وما يعلنون أولم يرى الإنسان أنا خلقناه من نطفة فإذا هو خصيم مبين وضرب لنا مثلا ونسي خلقه قال من يحيي العظام وهي رميم قل يحيي مثلهم بلى وهو الخلاق إنما أمره إذا أراد شيئا يقول له كن فيكون فسبحان الذي بيده ملكوت كل شيء وإليه ترجعون كل شيء هالك الله وسخه لكم وإليه ترجعون اللهم صل على محمد وآل محمد صدق الله العلي العظيم وصدق رسوله النبي الكريم صدق وصدق بلغ مولانا أمير المؤمنين والأئمة المعصومين وسلام على المرسلين والحمد لله رب العالمين. قوله تعالى وتبارك وقوله الحق الحق ما كان محمد صلى الله عليه وآله وسلم أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وآل محمد
Bismillahirrahmanirrahim. Ya Rahman, Ya Rahim. Ey kahraman şehidim, şehadetün mübarek. Ey kahraman elmetti, şehadetün mübarek. Gittin qala Hüseyin'e, ziyaretün mübarek. Gittin qala Hüseyin'e, ziyaretün mübarek. Tamamı əzizlərin, balaların, qardaşların dilindən deyirəm. Ey qəhrəman elməddi, şəhadətün mübarək. Getdin qolaya Hüseyin ay qardaş, ziyaretün mübarek. Çox vaxtsız, vədəsiz köçdüm dünyada. Çox vaxtsız, vədəsiz köçdüm dünyada. Ürəkdən sevdim, el obam qaldı. Əziz bacılarım, qardaşlarım, gözü yaşlı yarım, iki balam qaldı, iki balam qaldı. Şəhidin qardaşı belə deyər, cavan öləl qardaşa bax, qolaq olan röyalara. Köynəyim ətrim bir al, dəyişmələm dünyalara. Diyar qardaş, heç nigaran olma qardaş, balaların əmanətimizdədir. Amma qardaş elə vaxtı olur, balalarımın üzünə baxa bilmirəm qardaş. Ürəyim otlanır, yanır, tün iki yer var, balalara çətin olar. Bir budur bayram olanda, hamının atası gələr evlər. Amma sənin balalarımın gözü qalar qapıda. Elə hey deyər bizim atamız hayanda qaldı. Bir budur, bir də budur, elə ki axşam olanda, hamının atası gələr evə. Amma sənin balaların atası gəlməz evə. Balaların gözü qalar qapıda. Elə hey deyərlər, atam lay lay, yat atam lay lay. Atam lay lay, yat atam lay lay. Axı bunlar körpədir, deyərlər ata düzdür. Şəhid olmağınla bizim başımızı uca elədin, vətənimiz Azərbaycanın başını uca elədin. Amma ata çön bir evə bax, evimin çırağını söndürdün ata. Atam lay lay, kaş bir də gələr, qoymaram ölə hayata. Canım atamdır, qanım atamdır. Şəhidlərə salam ola, salam ola, salam ola. Bu iki sətri də siz əzizlərin dilindən deyirəm. Əziyyət çəkib gəlmişsiniz. Elə hamımızın qardaşıdır, balasıdır, dədəsidir. Bu şəhidlər hamımızın əzizidir. Mehriban şəhid lay lay, aşıqi imam lay lay, ruhuva salam lay lay, ruhuva salam lay lay. Aşıqi imam lay lay, ruhuva salam lay lay, ruhuva
ruhuva salam, lay lay. Əzizlər ki, ağlayırlar, bunların elə bu qəbri kənarında sözü budur. Aman amana qaldı, ay Elməddin, halimiz yamana qaldı. Bir də səni görməyimiz qardaş, axır zamana qaldı. Axır zamana qaldı, cəmiyyən bu qəbristanlıq əhlinin bəziləri var, heç ziyarətinə gələnlər yoxdur ya. Hər birlərinin ruhunun şad olmağına hacıdan üzr istəyirəm, hacılardan üzr istəyirəm. Amma xoş hallarına, şəhidlərlə qonşudular, bir yerdə yatırlar. Hacının özünün ailəsin salamatçılığına və qardaşlar Qur'an oxudular. Hər birlərinin nəfəslərinin bərəkətli olmağına, Şəhid Elməddin qardaşının şəhidlərlə, Kərbəla şəhidləri ilə məşhur olmağına və nə qədər şəhid qardaşlarım yatıblar burada, hər birlərinin ruhlarının şad olmağına bir dənə gözəl, ayan da diyanmısan, nurani, Peyğəmbər bəyənən salavat ediyələr. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme ya Hak, mehdina bi hidayetil Kur'an ve nevna bi Kur'an ve bi Muhammed ve bil Fatiha. Allahümme salli ala Muhammed ve ali Allahümme محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اخلص Allah'tan selamet. Allah razı olsun. Allah'tan selamet. Buyur, buyur. Karşımda. معلوم حق محمد وعلي وفاطمة والحسن والحسين وبحرمة سورة المباركة الفاتحة.